Müsəlmanlara sual. Əgər birisi övladınızı öldürsə və ya təcavüz etsə, onu bağışlayarsınızmı? Əgər desəniz yox, o zaman Peyğəmbərin sözünə əməl etməmiş olursunuz. Çünki Peyğəmbəriniz hədisdə bağışlayın deyir. Rəvayət edilir ki, Bəni Zuhrə qəbiləsinin müttəfiqi olmuş, Bədir döyüşündə iştirak etmiş Miqdad ibn Amr Əl-Kindi demişdir. Bir dəfə mən Peyğəmbərə dedim, söylə görək, əgər mən döyüşdə kafirlərdən biri ilə üzbəyüz gəlib onunla vuruşsam, o mənim bir əlimi kəssə, sonra da canını məndən qurtarmaq üçün ağaca qalxıb, Allaha təslim oluram desə, bu sözü deməyinə baxmayaraq, mən onu öldürə bilərəmmi, ya Rasulallah? Peyğəmbər, sən onu öldürməməlisən, dedi. Miqdad dedi, ya Rasulallah, axı o mənim bir əlimi kəsmiş və bu sözü ancaq əlimi kəsdikdən sonra demişdir. Peyğəmbər buyurdu, sən onu öldürməməlisən. Çünki əgər sən onu öldürsən, onun halı sənin onu öldürməmişdən qabaqki halın kimi olacaq. Sənin halın isə onun bu sözü deməmişdən əvvəlki halı kimi olacaq. Əl-Buxari 4019-cu hədis. Bu kimi hədisləri bilmək istəyirsənsə, kanala abunə olub bəyənib paylaşmağı unutma.